Bugün Nizami rayon məhkəməsində hakim Mehriban Qarayevanın sədrliyi ilə keçirilən prosesdə Toleşi Sədo qəzetinin baş redaktoru Hilal Məmmədovun apellyasiya şikayəti ilə əlaqədar müddətin ötürülməsi ilə bağlı şikayətə baxılıb. Prosesdə çıxış edən vəkil Anar Qasımlı Hilal Məmmədov barəsində həbs qəti imkan tədbirinin seçilməsi ilə bağlı 22 iyun tarixində çıxarılmış qərardan iyulun 25-də apellyasiya şikayəti verdiyini, lakin post işçilərinin məsuliyyətsizliyi üzündən zərfin üzərində 26 iyul tarixi qeyd edildiyini, buna görə də apellyasiya şikayətinin qəbul edilmədiyini bildirib. Qərardan 72 saat müddətində şikayət verilməli olduğunu deyən Qasımlı, post qəbzinin də üzərində 25 iyul tarixinin qeyd edildiyini və buna görə də müddətin ötürülməsi ilə bağlı qərarın əsassız olduğunu bildirib. Dövlət ittihamçısı isə qəbzin saxtalaşdırılmasından şübhələndiyini və qəbzlə zərfin üzərindəki tarixlərin uyğun gəlməməsinin mümkünsüz olduğunu deyib. Müşavirədən sonra hakim müddətin ötürülməsi və şikayətin apellyasiya məhkəməsinə göndərilməsi ilə bağlı qərar qəbul edib. Xatırladaq ki, Hilal Məmmədov bu il iyunun 21-də Nəsimi rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılıb və onun barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlamaq maddəsi ilə cinayət işi açılıb. 33,74 qram heroini əldə edib saxlamada ittiham edilən baş redaktor saxlanıldıqdan sonra polis onun evində də axtarış aparıb və köynəyinin cibindən narkotik maddə tapıldığını bildirib. İyulun 3-də isə Hilal Məmmədov Cinayət Məcəlləsinin 274-cü dövlətə xəyanət və 283-cü milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması maddələri ilə əlavə ittiham irəli sürülüb.